Nəhayət o gün gəldi. YouTube'dan gözlədiyim məktub artıq əlimdədir. Amma bugün təkcə bu məktubla bitmir. Aylar sonra sinif yoldaşlarımla səhər yeməyinə çıxıram və Oliviyadan üzümə saç baxım aldım. Hamısı bu vlogdadır. Hazırsınızsa kofemizi götürək və başlayaq. Nasıl yanğın oldu? Mən bu vlogu sədərəkdə yanğın olan gün çəkmişəm. Ona görə də balkonumuzdan, pəncərəmizdən bu tüstü görsənirsiniz. Bugün qızlarla görüşürəm. Sinif yoldaşlarımla. Bir sinif yoldaşımız var. Rusiyada yaşayır. Ona vaxt bura gəlsə mütləq çalışırıq ki, görüşək. Hamımız çalışırıq yaşaq bir yerə. İndi hamımız yığışmasaq da bəzi qızlarımızın gələ bilmir. Başqa yerdə yaşayanlar da var, rayonda falan. Balaca körpə uşağı olan da var, Bakıda yaşayanlardan. Onlar da gələ bilmir. Kim görüşə bilirsə onlar gəlir. Mən nəmləndiricimi də istifadə edeyim. Əslində saat 10-da görüşməliyik. Mən hardasa bir 15-20 dəqiqəyə makyajımı edib bitirib çıxmalıyam. Mən getdim qaşlarımı da düzəltdirdim o xəstə halımla ki yaxşı olsun. Məndə qaşımda belə çapıq var deyə. O çapığı hər dəfə doldurum. Arada kofe içirəm. Səhər yeməyinə getdiyimizə görə yemək yeməmişəm, təkcə kofe içirəm. Mən səhər yeməyi yemədən heç vaxt evdən çıxmıram. Bu da mənim yeni tanəlimdir. Doğrudan da qəşəng tanəlidir. Qapağımı da səhv taxdım. Sponcumu islatmışam. Kistimi də həmişə eləyirəm. Demək qızların bəziləri Xırdalandan gəlir, bəziləri Saraydan gəlir. Mən də Yasamaldan indi ən içlərində gec ora çatan mən olacağım 100%. O bizlər yollarına görə tez çıxacaqlar. Mən tənbəl. Mən əslində bu dini qurmuşdum ki, tez durum. Rahim gecə yatmayıb, ağlayıb, göz ağrıyır, nədirsə uşağım bilmirəm nədəndir. Köynə çay var idi, onun suyundan sildim uşağın gecə gözünü gördüm, yox imkan vermir. Axırda apardım, gözünü yudum. Gözün yanından sonra yatdı. Bir dəfəlik hər şey konkret çəkəcəm. O günün konsilerini 3 manat almışam. Sonra burada eləyirəm. Burada belə burada eləyək. Bura. Makyajda ən sevdiyim isə kontur və konsilerdir. Bir tərəfdən makyaj edirəm, bir tərəfdən gözüm telefonda qalır. Qızlarla qrupda danışırıq, kim hardadır deyə. Deməli bizim bir qrupumuz var, bütün sinif qızlarımız, kimlər ki danışırıq, hamımız oradayıq. Bir dənə də ayrı bir qrupumuz var, adı Zeynəblə görüşdü. Zeynəb də vaxt bilet alıb Bakıya gəldisə, o qrupda başlayırıq aktiv olmağa, harda, necə görüşəcəyik deyə yazışmağa. Zeynəb artıq yazıb ki, harda qalmısınız, mən şəhərdəyəm, tənbəllər deyə bizə yazıb. Ona görə mən də başlayıram ki, tələsim, tez makyajımı bitirim, qaçım. Əslində biz danışmışdıq ki, saat 10-da şəhərdə oluruq, hamımız sahil metrosu ətrafında görüşəcəyik. Çox gözləməsin deyə artıq tələsməyə başlayıram. Mən bunu Temudan almışam. Belə rənglər var, ən çox işlətdiyim azalıb. Doğrudan da qəşəng paletdir. Bunda bir çox var. Şu kistin üstündə var. Mən mavi renk köylək giyinəcəm. Buna uyğun olsun. Sanki belə bir zərri. Gözümə çox belə makyaj edən deyiləm. Elə qara tenlə çəkirəm bunu. Linerim açığı necə dəfə almaq istədim. O gün linerini almaq istəyirdim, o da yox idi. Gözümə salmışdım. Çəkim gözümü bitirdim.
Makyajımı. Mən artıq bilirəm ki, vloqlarımda təmizliyi çox sevirlər. Yəni nə vaxt təmizlik vloqu etsəm, daha çox baxış gəlir. Burasını doldurum, всё. Mənə maraqlıdır. Vloqumda makyaj olanda necə bəyənirsiniz? Mən ümumiyyətlə istəyirəm ki, bir neçə məhsullar alım, sınayım. Rumiyana vuraq. Hə, bəsdir. Bir dənə toçka. Düşünürəm ki, həm mənə, həm də sizə faydalı olar. Özünüz də bilirsiniz ki, mən hansısa bir məhsulu, yəni real fikrimi bildirərəm, yalandan burada tərifləmərəm. Qırışlara qarşı olan gözaltı nəmləndiricimi hər dəfə vloqlarımda istifadə edib təriflədim. Burdan mənə inanaraq, hətta qohumlarım, tanışlarım, bir çox izləyicilərim alıb istifadə edirlər və kim məni görürsə deyir oradan da krem əla, sən də gördüm, aldım, istifadə edirəm. Ona görə də mən də bundan ilhamlanaraq istəyirəm ki, məhsullar alım, sınayım, sizlə bərabər də burada sizinlə bölüşüm. Münasib qiymətə olanlar, həm də ki, keyfiyyətli olan məhsullar alacağam. Bunu da Olivia'dan almışdıq. Dibacım. Gedim, paltarımı geyim, gəlim, transparan pudrandan da vuraram. Sırqalarımı taxım, bunu taxacağım, o birisini taxmıram. Geyindim, paltarımı gəldim. Amma bilmirəm, köynəyi şalvarın içinə salsam yaxşıdır, yoxsa üstə. Qərar verə bilmədim. Saçımı da tez bazar orada kulatka elədim. Elə paltarı geyinən kimi. Qızlar gəlir. Baxın, belədir. Bu cinsimi geyindim. Bershkadan bir dənə də cinsim var idi. O tün çıxdı, amma bu açıqdır. Bilmirəm bunu belə eləyim. Yoxsa belə. Hə, Nilay? Belə. 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 Nəysə. Всё, qızlar. Mən hazıram. Getdim. Bu da mən. Gəlmişik qızlardan. Şəhərdəyik. Mərcə gəlmişik deyəndə gülürlər. Zeynəb hardadır? Səbəbkara görə yığışmışıq. Bizi yığan. Bizi yığan qız. Salam. Bütün izləyicilərə salamlar. Əldə edib Rusiyada gəlir, onda yığışırıq. Görürsə, gücə bax. Biz burada yaşayacaq, yığışa bilmirik. Zeynəbin gücü. Nəysə, gedək səhər yeməyinə. Telefona baxın, özünüzə baxın. Nəyə baxın? Baxın elə, özünüzə baxın. Allah'ım ne kadar güzel. Burada Nərgiz Molun bütün mərtəbələrini gəzdik, restoranlara baxdıq. Instagramda baxıb seçmiş deyəsin. Sadəcə olaraq getib bəyənmədik, gün düşürdü. Hələ restoran axtardı. Bizim günümüz budur. Az olan restoran gəlsin. Cavadın qızları kimi qlamur həyat yaşaya bilmirik. Hazıran hazır gedək. Sonra isə qərar verdik ki, elə Central Bakıya gedək. Size anne biraz yüzünüz kalan. Orada şurada. Arkamız işıqlıdır, ona görə. Gəlsinlər də gəl. Keçən dəfə də burada oturmuşduq, həm də çox vaxt yox idi restoran gəzməyə. Ona görə də gəldik bizim bura məşhur yerimizdir. Deməli qızlar, gördüyünüz bu səhər setinə 4 nəfərlik 92 manat ödədik. Çox şey də yemədik. Nəzər alın ki, kamerama hər an düşə bilirsiniz. Biz elə bildik ki, tavadakı mıhlamadı, saqqız kimi uzananlar. Amma o deyilmiş. Qaldırıyorum. Ondan deyil, mən atanlar. O deyil. O deyil. Onun bu. Deyil. 85 manat setin qiyməti idi. Üstünə də gəldilər. Servis haqqının üstünə gəldilər 92 manat elədi. Bunu əvvəlcədən məncə demək olar. Setin içində olmalı idi məncə qiymət. İlk dəfə idi belə bir şey görürdüm. Amma eybi yox. Əsas olaraq qızlarla görüşdük. Bolluca dedik, güldük, vaxt keçirdik. Neçə vaxt idi ki, görüşmürdük. Ona görə də yəni bizə xoş oldu. Yəni pulun elə dəyər olmadı. Sadəcə olaraq qiyməti bir yerdə deməməklərinə təəccüb etdim. Və burada bir qərar verdim ki, mən özümə təzə bir tripod almalıyam ki, özü balaca olsun, sumkama yerləşsin. Tripodum var, üçüncünü almışam. O ancaq biraz böyükdür. Yəni çantama yerləşmir. Gərək əlimdə götürüm. Da narahat olacaq, mənə yük olacaq. Ona görə də özümə balaca bir tripod alacağam. Belə yerlərə gedəndə telefonu rahat şəkildə yerləşdirib çəkiliş etmək üçün. Burada çaynikin üstünə qoymuşam telefonu. Ancaq Zeynəb düşmürmüş. Sonra isə Zeynəb yerini dəyişdi. Orada paltar beşilkası var idi. Onun üstünə qoydu. Buradan da çox gözəl görüntü əldə elədik. Nəysə belə qızlarla görüşmək mənə çox xoşdur. Həqiqətən də bilmirəm. Siz sinif yoldaşlarınızla ümumiyyətlə necə də əlaqəviz görüşürsünüz. Arada mən qonaq çağırıram, bizə gəlirlər. Evdə olanda da çox rahat
olur. Yeyirik, içirik, deyirik, gülürük rahat şəkildə. Uşaqlarımız da bir yerdə olurlar, oynayırlar. İndi bu yaya bəzi planlar hazırlamışam. İnşallah ki, Allahın izni ilə qismət olar. Dediyimiz kimi də eləyərik. Mən ümumiyyətlə elə bilirdim təkcə mən elə düşürəm. Aytaç da etiraf elədi ki, mən də kollektivlə çalışıram və bir çox adamlarla görüşürəm. Tələbə yoldaşı olsun, iş yoldaşları olsun, dostlar olsun. Ancaq sizinlə görüşmək mənim üçün çox fərqlidir. Həqiqətən də mən onun fikrindən çox razıyam. Mənim üçün sinif yoldaşlarım təmiz başqadır. Onlarla bir yerdə olanda təmiz başqa ab-havada oluram. Dərdim, sərim də olsa, yəni unudaram. Ancaq deyirik, gülürük. Həm də bunlardan bir yerdə böyümüşük. Demək olar ki, ona görədir yəqin ki, doğmalıq var. Elə biləm ki, ailə üzvlərim kimidir. Siz də eləsiz sinif yoldaşlarınızı görəndə. Yəni sinif yoldaşlarımdan çox rahatam bu qızlarla. Heç vaxt hansısa bir şeydə bir məni axtarmaram. Burada isə biz Dilbərin söhbət edirsən, Aytaç çəkirmiş. Razı deyil. Bacım, çəkiliş mənim öyle. Sinif yoldaşlarımızdan ən çox bu qızlar bir yerdə görüşür, bir də var, onun uşaqları var, ikiz uşaqları olub, o çıxa bilmir. Bu Dilbərdir, telefondan danışan Aytaçdır. Bu videonu çəkənsə Zeynəb. Zeynəb Rusiyada yaşayır, ona görə də gələndə daha çox görüşürük. Ancaq Dilbər, Aytaç başına da işləyirlər. Vaxt etdikcə görüşürük. Qızğın söhbət gedir. Aytaç Bakıda olanda və tez-tez görüşürdük. İşlə əlaqədar rayondadır deyə. Nə vaxt Bakıya gəlsə, onda görüşürük. Qızlar sizlə tanış elədim ki, mənim vloqlarımda da görəcəksiniz. Yəni bilin ki, bunlar mənim uşaqlıq dostlarım. Doğma əziz bacılarım. Çox gözəl də uşaqlıq vaxtlarımız keçir. Demək olar ki, bizim qrupumuz var idi. Voleybol oynayırdıq. Voleybol qrupumuz var idi. Qruplarımızı yığırdıq, bütün günü oynayırdıq. Bizi evə güclə mamamız yığdı. Yəni dəyişət oynayırdıq, dəyişət qaçırdıq. Yəni fiziki olaraq çox belə məşğul uşaqlar idik və bir də ki, biz riyaziyyatdan çox gözəl oxuyurduq sinifdə. Bizim sinif seçilirdi. Qızlarımız əlaqəsindəki sinifdə oğlanımız 5-6 oğlan idi, qalanı qızlar idi. Riyaziyyatdan ən güclü sinif olmuşuq. Sonra isə müəllimimiz getdi. Biz də başladıq riyaziyyatdan zəifləməyə təbii ki. Nəysə belə. İndiki uşaqlar fikirləşirəm ki, elə də uşaqlıqlarını keçirtmirlər, ancaq telefon, iqra yoldaşları olurlar. Ancaq biz elə deyildik. Doğrudan da çox gözəl, əyləncəli uşaqlığımız olub. Adi indi biz burada nə qədər gülürük də hər şeyə zarafatlaşırıq, deyirik, gülürük. Həm də ki, sakit qızlar da deyilik də, deyib gülən qızıq. Əslində mən vloqlarımda bilmirəm necə görsənirəm. Mən özüm çox belə deyib gülən, ən çox da qrupda, ən çox mən deyib gülənəm. Ən çox da Dilbərlə zarafatlaşıb gülərik. Mən yəni pozitiv insanam. Bu qızların da hamısı pozitivdir. Heç vaxt belə neqativ, pasiv, pessimist, düşüncəli qızlar olmayıblar. Kilərin bir sözü var, deyirlər, eyni kafadayıq. Yəni bu qızlarla eyni kafada olduğumuza görə nə vaxt bir yerə fırsat deyirik, gülərik, dərdləşərik. Yəni günümüz çox gözəl, xoş keçir. Deyək ki, Zeynəb burada yaşamır, Zeynəb burada yaşasa ümumiyyətlə demək olar ki, hər gün tez-tez bir yerdə olarıq. Elə Aytacın özü də indi Dilbər işləyir də, elə də işdən çıxır, həmin gün icazə alıb gəlmişdi. Burada da söhbət eləyərək bəzi planlar qurduq yayda, nə edəcəyik, necə görüşək. İnşallah sağlıq olsun. Onları da paylaşacağım qismət olanda. Hara getsək, necə eləsək, hamısını vloqda göstərəcəm. Burada isə Dilbərə o qədər gülmüşük, deyir, gəl stəkanlarımızı belə eləyək, nəsə çəkək. İndi qoymuşuq, sonra deyirik, nə eləyək, bilmirik. Mən də belə çəkdim, Reelsdə yerləşdirmişəm Instagram'a. Burada isə son çayımızı içdik, sonra isə gedirik şəhərə gəzməyə. Teşekkürler. Gelmişik bulvara. Geze geze. Biraz burada da geze, sonra gideceğim. Arada özümle çekin. Allah aşkına. Oradaki güllerin yanında da çekin. Yaxşı yığırsaydı. Ha, yığır zayatka var. Telefon zayatkası. Powerbank. Kimse adını çekip arkasınca danışma video çekiyor. Sen var dayılar. Bütün çekip gidiyor. Yığıştırmış ama yanıma salmayayım. Sen de vaya kadar gülürdün. Yürekten gülen de olur. Da bakmayın da böyle zoyla adam öldürmeye gelirsin. Bizi yol tersine gidiyor. Burada bir xanıma veririk ki, bizi çəksin, sonra gedib marojna alıb yedik, ondan sonra isə çıxıb gedirik. Sırtlarına bakarak öylece bakalım. Gidelim marojna orada yiyeriz. Orada kapatın. Oradan yiyərik, patlama. Hara geçmiş abi? Gəlmir, bağçadan götürürəm, gəlmir. Deyir, mən getmirəm evə, bağçada qalıram. Mən sizi sürüşdürəcəyim, amma səni burada get. Belə uşaqlar evə getmək istəmir. Mən yetim uşağımla da yarımadım.
deyir, getmirəm mamamla. Давай я. Yazıq mən. Ay Rahim, sən də mamanı belə bedələdin. Давай вместе. Ha, davay. Yetdim mən. Öz uşağımın yanında da bəxtim yoxdur. Cəmadın içində deyir mamam istəmir. Səsimdən də bilinir ki, artıq yorğunam. 4 saat bankda oturmuşam. Sonra işimi görəndən sonra gəldim Rahimi götürməyə. Rahim də mənə məsələ deyir ki, mən mamamla getmirəm. İlk dəfə idi Rahimdən belə bir şey eşitdim. Küçədə qalıram, gedib orada sürüşmək istəyirəm. Görə mən də bura gətirdim ki, sürüşsün. Gedək evə. Молодец. Ты меня не любишь? Люблю Как люблю? маму. Как люблю? И обнимаю, и мазаю. Да. Давай. Я хочу, а ты низкий, а я высокий. Да, ты высокий. Рахимчик. Давай, Рахим. Git sürüşke. Давай вместе. Как? Давай я. Я мама. Нельзя. Да, Рахим? Галя, ты сама сам. Да. Я не сама, я сам. Давай. Молодец. Kızlarla görüşdən gəldim. Sonra getdim bankda işim var idi. Rahimi götürdüm bağçadan gedirəm evə. Piyada istəyir gedək Rahim. Поехали. Bu da benim Google'dan məktubum. Təsdiq məktubum gəlib. Ben YouTube'da rəsmi YouTube'un istifadəçisiyəm. Mənim kanalım rəsmi bir kanaldır. İnşallah daha da böyük uğurlara. Bu da son. Olivia'da dəydim, poçtada dəydim. Nə qədər banka getdim, nə qədər yerə getdim. Axırda gəldik, çıxdıq evə. Qalxaq. Getdik Rahimcik. Davay. Oy. Kızlar, Olivia'dan yeni məhsul almışam. Belə bir saç qoruyan 2 fazalı saç koruyucusudur. Bunu istifadə edin uclarına saçı yanmadan falan belə qoruyucu çalxalamaq lazımdır. İstifadədən öncə Ukraynalı təriflədi ki, xanım çox qəşəngdir. Mən bilirsizlər, reklamdan çox satıcıların məsləhət bildiyi şeyləri alıram. Doğrudan da effektli olur. Bunu da endirimdə idi. Qiyməti 7 manat 11 qəpik idi. Görək necədir. 2 fazalı. Evə çox gec gəldiyimə görə yemək bişirmədim. İlayda atasından dönər istəyir. Elə yenə zakaz verdi, yedik və bir də marketə düşdük bəzi şeylər almağa. Şokolatı götürək. Bu vulkanı tərifləyirlər. Təz olmadığına görə almadım. Marketdən nələr almışıq? Baxaq. Belə bir mayonez almışam. Bunu bir dəfə istifadə eləmişəm, yaxşı idi. Sonra Ankara'nın makaronunu aldım. Hatta 2 dənə Ankara'nın 2 dənə makaronunu aldım. Belə bantikli, bir daha belə buluq. Adaptörümə bax burada. Bunu Rahim çox xoşlayır. Əvvəl bunun stəkanında olanını alırdıq. İndi bu belə bir şey çıxıb hədiyyəlidir. Xoşlayır, indirimdə idi. Mənim bir də ən vacib nə deyəcəm. Bu çörək sırf allergiyalı adamlar üçün uyğun olan bir çörəkdir. Pəhriz çörəyi yazılır. Üstündə də hətta yazısı var ki, allergiyası olanlar üçündür. Yəni bunu rahat şəkildə yeyə bilərsə, hətta Tural belə bəyənir. Yəni köp jolqa vermir. Çox yaxşı çörəkdir. Belə süd, biz süd içmirik, prosta şirniyyatdır, qənddir falan belə istifadə eləməyə. Zəncəfil limon aldıq. Pendir aldıq. Pendir çox qəşəng pendirdir. Familya. Belə bir sirok al, başlayıram sirokla çay içmək. Alçadır. Göy çay açası yiyib. Vlogun sonuna gəldik. Kanalıma abunə olub mənə dəstək olmağı unutmayın. Növbəti vloglarda görüşərik. Bitti. Bu qədər aldığımız bir şeylər elədi. 18 manat.